Salamlar, necəsiniz? Nə var, nə yox? Keyfiniz, əhvalınız necədir? Ümid edirəm, hər biriniz yaxşısınız inşallah. Bizləri sorunsanız, bizlər də yaxşıyıq. Mənim də ilk işim peruk oldu. Dedim ilk peruku hazırlayım. Peruku hazırlayım dedim. Ondan sonra da digər işlərimi görüm. Peruk da umacılı perukdur. Hər kəs bilir. Reseptini yenə də deyim. Birdən bilməyənlər olar aranızda. Ona görə də reseptində 4 stəkan un, 2 stəkan şəkər, 1 stəkan duru yağ, 3 yumurta, 1 stəkan qatıq, bir də soda, 1 çay qaşığı da soda. Tərkibi bunlardan ibarətdir. İlk öncə gördüyünüz kimi unla duru yağı, bir də şəkər tozunu umaç halına gətirdik. Ondan biraz kənara götürdüm. İstəsəniz içinə kişmiş, qoz da tökə bilərsiniz. Bizdə sadəcə olaraq uşaqlar xoşlamır. Yəni içində qoz kişmiş görsələr də onu götürüb çıxardırlar. Yəni çıxarıb kənara qoyurlar. Ona görə mən içinə qoz doğramadım. Ancaq üz hissəsinə, yəni üstünə ayırdığım umac üçün qoz qırdım, tökdüm kənarda. Üstünün umacı ilə qarışdırdım. Üstünə səpəcəm, yəni qoz hissəsini belə deyim. Belə şirniyyatlara pul vermirik, yəni marketdən, hardasa şirniyyat evlərindən almırıq. Çünki bacardığım qədəri özüm edirəm. Şirniyyatlardır, bulkulardır, ümumiyyətcə tortdur, uşaqların ad günündə. Ümumiyyətcə, yəni belə deyim ki, şirniyyat almırıq. Düzdür, uşaqlar üçün bəzi ıbır-zıbır deyim, yəni alınır, onlar xaric. Amma belə çalışdığım qədər evdə özüm bacardığım qədəri edirəm. Demirəm, çox gözəl, super, mükəmməl belə tort bəzəklərim olur. Ancaq ki, tortumun dadı gözəl olur, yaxşı olur tortlarım. Ancaq belə üst bəzəyinə o dərəcədə mükəmməl bacarmasam da, yenə də özümü sudan çıxardıram, hazırlayıram. Burada da uşaqlar məktəbə gedirdi, onların çantasını hazırladım. Biri pomidor xoşlayır. Bizdə Ömər pomidorlu xoşlayır, Gülka xiyarlı xoşlayır. Ona görə də mən ayrı-ayrı eləyirəm. Birinə pomidorlu eləyirəm, birinə də xiyar. Beləcə çörəyin üstünə belə deyim, pomidoru, xiyarı düzürəm. Sonra da Holland pendirini, rəndədən keçirtmiş Holland pendirini üstünə səpib, sonra da tost edirəm. Hər dəfə çalışdığım qədər hər gün fərqli-fərqli eləməyə çalışıram evdə olanlardan. Bir gün toyuğun filesindən edirəm belə, bir gün belə, bir gün sadə mayonez çəkib üstünə ya pomidor, ya xiyar qoyuram. Yəni belə hər dəfə fərqli-fərqli edirəm ki, uşaqlar bezməsin. Nə də ki, çalışdığım qədər də evdən hazırlayıram. Yəni mağazinə, ora-bura qaçmasınlar deyənə. Təbii özüm bilirəm nə qoyuram, nə hazırlayıram. Necə şəraitdə hazırlayıram. Ona görə çalışdığım qədəri evdə özüm hazırlayıram çantalarını. Belə bir süfrədə qoyuram hər ikisini də çantasına ki, süfrəni qarşılarına sərsinlər. Nə yerə tökülməsin çörək qırıntıları, nə partanın üstünə tökülməsin. Süfrəni də deyirəm, eləcə bükün, çantanıza qoyun, gətirin evdə özüm yəni təmizləyərəm. Atdan yeməyi qoyuram, üstdən süfrəni qoyuram ki, ilk əllərini atanda süfrəni çıxartsınlar. Beləcə cücələrimin süfrəsi hazır oldu. Perukum da onun ardınca hazır oldu. Qəşəng bişib. Uşaqları məktəbə yola saldım. Təcili mamamgilə getməli idim. Yəni işim var idi vacib. Ona görə də mənim atam da çox şirniyyat yeyəndir. Dəhşət dərəcədə yəni yemək yemir. Yeməyi elə xoşlamır, ancaq şirniyyatı çox xoşlayır. Ona görə də bir hissəni atam üçün ayırdım. Eləcə şirniyyat elə bişib, qaynar-qaynar qıçalayıb. Atama da götürdüm. Burada da yola çıxdım. Gedirəm mamamgilə. Hələ qızlar indi yolunu tapmışam. Uşaqlar ikisi də bizdə günorta simindir. Uşaqları məktəbə yola salıb, hərdən gedirəm elə mamamgilə. Onlar da məktəbdən çıxana qədər gəlirəm. Elə rahat dincəlirəm özümdə. Bir anlıq belə sakitçilik olur. Ancaq burada vacib bir iş var idi, vacib bir məsələ var idi. Onun üçün getməli idim onlara. Budur, yolu çəkmişəm. Məscid, düz məscidin yanında oluruq biz. Hacı İsmail məscidi. Allah heç bir valideyni əks eləməsin. Qızların həmişə valideynləri belə deyim, sağ olsun.
Qızların gedəcək yeri, ürəkdən belə qapını açdığı yer ata yurdudur, ana yurdudur. Yəni ürəkdən belə açırıq. Gedən zaman heç nə düşünmürük. Pay alaq, nəsə alaq, olanda olur, olmayanda olmur. Yəni ürəkdən belə getdiyimiz yer bir valideyn evidir. Allah onları bizə çox görməsin. Allah dünyasını dəyişənlərə də rəhmət etsin. Bu da küçəmizdir. Bura girəndə elə bilirəm, o qədər rahat oluram. Elə bilirəm, nə bilim, cənnətdəyəm. Budur, çatdım anamgilədə. Canım anam, canım atam, yaxşı ki varsınız. Allah sizləri çox görməsin. Bu da həyətimiz, gözəl, göyçək. Bu da evimizdir. Bir günü inşallah anamgilin də evini çəkəcəm. İstəsəniz çəkərəm. Bu da anamın gülləridir. Görün nə gözəldir xanımlar, gülləri. Nəysə oradan gələndə də marketə girdik, lazım olanları aldım. Mənim ayın axırı mənim qızımın ad günüdür. İnşallah onu da çəkəcəm. Mən uşaqların ad günündə ildə 2 dəfə elə bilirəm ən gözəl bayramım, ən xoş günümdür. Çünki inanın ki, həyət, baca, ev, eşik, hər şeyi tökürəm, təmizləyirəm. Onsuz da təmiz olur, düzdür. Amma yenə də div dərindən yığışdırıram, səliqəyə salıram ki, yəni elə bilirəm sanki bir bayramdır, bayram abu havası var. Elə əhval-ruhiyyədə oluram. Bu da bəzi şeyləri aldım. Yəni evə qızımın ad günü üçün ona da tortu özüm hazırlayacağam. Hazırladıqlarımı çəkəcəm, paylaşacağam. İndi bu həftə başlayacağam həyəti, bacanı yığışdırmağa. Sanki bir bayram. Bayram gələndə insan necə əhval-ruhiyyədə olur, necə məsəl üçün təmizlik işləri aparır, necə davranırsa, mən də o cür davranıram. İşıqlarımız keçmişdi deyənə belə bir tefal çıxartmışdım. Burada da qaynanam üçün təmizlik edəcəm. Dünənlərim yuyundurdum, belə deyim. Çimdir, yəni yaşlıdır deyənə xanımlar, ona mən kömək eləməliyəm, mən dəstək olmalıyam. Əvvəllər özü edirdi hər bir təmizliyi ilə, yuyunmağı ilə, indi ona dəstək lazımdır, kömək lazımdır. Mən elədim, axşam idi deyənə, dedim dırnaqlarınızı tutun, dedi yox eləmə, yaşlı adamdır, yəni köhnə fikirlidir, deyir axşam olmaz. Amma mən elə şeylərə fikir vermirəm, uşaqların da dırnağını tuturam, öz dırnağımı da tuturam. Qoymadı, mən də eləmədim. Səhər açılanda elə dedim uşaqları məktəbə yola salıb, bunun dırnaqlarını təmizləyim. Birinci əl dırnaqlarını tutdum, sonra ayaq dırnaqları, bilmirəm, bilirsiniz, bilmirsiniz. Yaşlı insanlarda biraz çətin olur, yəni tuta bilmirəm. Ona görə belə istizağa qoyuram. Vannada biraz yumşalır, ondan sonra rahat təmizləyirəm. Dırnaqlarını tutdum, saçını daradım. Deyərsiniz, burada nə var ki, bunu çəkiliş edirsiniz. Xanımlar, mən çəkiliş edirəmsə, video paylaşıramsa, gündəlik gördüyüm işləri paylaşmalıyam da. Eyni gündə, yəni, ancaq yemək bişirim, ancaq eyni şeylər eləyəsi deyiləm ki, yəni, mən gördüyüm işlərin hər birini çalışdığım qədər nələr görürəmsə, nələr edirəmsə, onları paylaşıram. Bu da mənim bir günlük işim idi. Yəni, gördüyüm işləri belə deyim, eləcə çəkdim. Beləcənə nənəni incitməmək şərti ilə çalışdığım qədər kəsdim, dırnaqlarını tutdum. Nə deyim, yəni möhtacdır da, belə deyim, yəni düzdür, özü yeyir, özü içir, bəzi şeylərini özü edir, ancaq bu şeylərə dəstək lazımdır. Yaşdaşıbdır, gözləri o dərəcədə görmür. Özdə mənim qaynanamın bir xasiyyəti var, hamamdan çıxanda təmizlik edən mütləq çay içməlidir. Yəni mən bunu illərdir belə edirəm. O hamamdan çıxanda çayı hazır olur, təzə dəmli. Yəni əvvəl vaxt indi özü gedirdi, çimib çıxır. Onda hazırlayırdım. İndi isə hər şeyi, çayı zadı hazırlayıb, dəmləyib qoyub, sonra hamama aparıb gətirdim ki, ona rahat çıxan kimi çay verim. Sonra da düyü almışdım. Qəşəng təmiz düyü idi, kənd düyüsü idi. Belə axşam idi. Bu üzü axşama da biraz vaxtım var idi. Dedim ona da belə siqaralar büküm hazırlayım, qoyum soyuducuya. Soyuducuya belə hazırlayıb qoyuram. Uşaqlar bir də görürsünüz, axşam nəsə axtarır. Uşaqdılar da yeməyə o zaman çıxardıb 5-10 dənə qızardıb verirəm və yaxud da ki, qəfil qonaq gələndə yenə qızardıb süfrəyə. Rahat bilirəm ki, əlimin altında olur, belə deyim.
Keçdim. Burada 2 günün videosu var xanımlar. Çalışdığım qədər sığdırmışam bir videoya. Bu da sabahı gün idi. Səhəri gün anamgil də bizə gələsi idi. Onların da bu aralar bir xeyir işimiz var, belə deyim. Allah xoşbəxt eləsin. Bütün subayları, xalamın oğlunun xeyir işidir. Ona görə biraz mamamgilə getməli idim. Mamam bizə gəlməli idi. Bəzi xırda belə işlərimiz var idi. Bu gün də anam bizə gəldi. Gələsi idi. Yəni onun üçün də mən tez dedim ciyər hazırlayım. Bax xanımlar, mən çörək belə alınan kimi belə qıçalayıram. Hazır çörək qabına qoyuram, qıçalanmış vəziyyətdə. Ki, burada da bıçağım kəsmədi. Ona görə yiyələdim bıçağımı. Qıçalayıb hazır qoyuram çörək qabına ki, kimsə əlinə atanda, bir də görürsünüz ərinkirlər, uşaqdılar ya, qaynanam yaşlı insandır. Elə çörəyi götürür, kəsir böyründən yeyirlər uşaqlar da. Ona görə mən belə qıçalayıb hazır qoyuram ki, əllərinə atanda rahatlıqla yəni kəssinlər. Qıçalanmamış olanda biraz əsəbləşirəm ki, qıçalanmış olsun da. Hər dəfə ona görə çalışdığım qədər qıçalayıb qoyuram ki, hər kəs üçün rahat olsun. Həm boyatmır onda, həm yəni belə deyim də, itkiyə getmir, hamısı yeyilir. Sonra da Anjelika pirojnası elədim. Belə deyim, bu da adi tort biskviti kimi elədim. Sobanın listi boyda, hardasa diametri 30 sm olardı. Buna da 10 dənə yumurta, 1 stəkan şəkər, 1 stəkan yarımdan da biraz çox un. Belə tökdüm. Çox qəşəng də biskvit alındı. Yəni yumuşaq pambıq kimi çox gözəl biskvit alınmışdı. Dedik bunu Anjelika eləmək üçün edirdim bu biskviti. Keçdim ciyəri hazırlamağa. Ciyərdən demək olar tortu ikisini bir anda elədim. Biskviti hazırlayıb qoydum sobaya. Sonra ciyəri hazırladım. Budur, gördünüz. Biskviti gördünüz, nə gözəl qabarmışdı, şişmişdi, lis boyu olmuşdu. Sonra da yeməyimi də hazır qoydum ki, yəni bunlar hazır olsun. Anamcı gələnə. Baxın, görün nə gözəl olub xanımlar. Baxın, hündürlüyü də belə qəşəng. Soban listi boyda olmuşdu. Çox qəşəng, pambıq kimi. Belə deyim də, əfil-əfil əsirdi əldə. Belə pirojnalar hazırladım. Dadı da çox gözəl. Sonra xanımlar, baxın, belə bir qablar aldım yenə də. Tutma qablarımdandır. Düyüləri tökmək üçün. Biri düyüdür, biri xırdadır. Yəni belə artıq qalanlarını da bankaya tökdüm. Yəni bir dəqiqə buna ehtiyacım yoxdur. Bunları götürəcəm. Yəni varım da əlimin altında. Sadəcə olaraq aldım ki, biz lobyalı aşı çox xoşlayırıq qışda. Bu da tutmalarımdır. Qırmızı tutmam yarıya düşüb. Çox gözəl. Nə duzlu eləmirəm mən tutmanı, nə sirkəsini çox eləmirəm. Normal şəkildə, ziyansız bir şəkildə edirəm. Yəni bu da qıpqırmızı, nə gözəldir. Əllərimə sağlıq. Hə, bu arada qaynanam mənə deyir ki, 5000 dollar versələr də sənin kimi poverdir tapa bilmərik biz. Beləcə gündəlik gördüyüm işləri çəkirəm, paylaşıram. Hələ qarşıda qızımın, uşaqların ad günlərini çəkəcəm, paylaşacağım inşallah. Sizlər də şərhlərinizi yazın, rəylərinizi yazın. Nələr maraqlıdır, fikirlərinizi yazın. Hər birinizin fikirləri mənim üçün önəmlidir. Çox sağ olun, hər birinizə təşəkkür edirəm. Rəy yazırsınız, fikirlərinizi bildirirsiniz. Çox sağ olun. Axşama da belə xırda kiriki balığı almışdıq. Onu hazırladım. Biraz hazırlanmağı, təmizlənməyi vaxt aparır. Bunu da belə dənə-dənə içini təmizlədim. Qızartdım. Çox gözəl yeyildi. Uşaqlar demək olar simişka kimi elə yeyirdilər. Çox sağ olun, əziz izləyicilər. İzlədiyiniz üçün var olun. Mənə dəstək olun. Abunə olmamısınızsa abunə olun kanalıma. Yeni gələnlər rəy yazın, fikirlərinizi bildirin. Çox sağ olun. İzlədiyiniz üçün təşəkkürlər. İndi bir dəfə də inşallah fikirləşirəm kilki hazırlama. Xanımlar, bax onu yudum, təmizlədim. Sonra belə süzgəçdə qoyuram. Təmiz hardasa 2-3 saat kimi belə süzgəçdə qalır. Təmiz quruyur da, belə deyim, suyu çəkilir. Ondan sonra onu unluyub duru yağda da qızardırsan çox gözəl. Yəni elə demək olar bişdikcə uşaqlar yeyirdilər.
Bir zaman da inşallah fikirləşirəm bundan çilki hazırlamağı. Onu da hazırladığım zaman çəkib paylaşaram. İzləyərsiniz. Çilkisi də çox gözəl olur, çox dadlı olur. Ümumiyyətlə mən balıq çilkilərini çox xoşlayıram. İnşallah bu səfər özüm hazırlayacağam. Hazırladığım zaman da çəkəcəm. Abunə olmağı, rəy yazmağı, bəyənməyi unutmayın.